Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyandan Azərbaycanla sülhlə bağlı son dəqiqə açıqlamasını diqqətinizə çatdırırıq. Gündəm xəbərin efirində 28 yanvar tarixdə belə ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Aşbada çıxışı zamanı Azərbaycanla sülhün mümkün və real olduğunu bəyan eləyib. Mirzoyan İrəvanın Cənubi Qafqaza sabitliyinin təmin olunması üçün şüurlu seçim etdiyini və bu istiqamətdə ardıcıl addımlar atıldığına vurğulayıb. Nazir xatırladıb ki, məhz 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən sülh sammitində tərəflər birgə bəyannamə imzalayıb və suverenlik, eləcə də ərazi bütövlüyü prinsipləri əsasında sülh sazişi paraflanıb. Onun sözlərinə görə əldə olunmuş razılaşmalar sülh prosesinin praktik mərhələyə keçdiyini göstərir. Mirzoyan bildirib ki, sülh müqaviləsinin yaxın aylarda imzalanması və ratifikasiya edilməsi mümkündür. O, Ermənistanın regionda uzun müddətli təhlükəsizlik və sabitliklə maraqlı olduğunu və dialoqun davam etdiriləcəyini də qeyd edib.